Sən düşüncə başqası təkrarladığı zaman artıq o düşüncəni daha çox güvənməyə başlayırsan. Həmin düşüncənin sınaqdan keçmiş olması eynilə də mənə elə gəlir ki, şübhə də insanın ruhuna, boşuna baskı yapmır. Hər bir təzyiq, gərginliyin dərinlərdə bir səbəbi var və gün üzünə çıxan təbii ki, boş yapısı olmayan bir şey də ola bilər, amma düşünürəm ki, əksər hallarda boş olmur. Bu başqasının baxışı ilə də bağlı ola bilər. Buna müvafiq olaraq onu deyə bilərik ki, işıqlı adamların işıqlı düşüncələrinin fonunda sənin qaranlığa daha çox vurğu yapman və hər daim isyan etmən, şikayət etmən bir şey dəyişmir. Bütün hallarda bəzi şeyləri qəbul olmaq, artıq dəyişə bilməyəcəyini anladığın zaman öz baxışını dəyişmən, yanaşmanı dəyişmən. Amma bütün onlarda dərinlərdə o narazılıq yatırsa, sən hər daim öz halından şikayət edirsənsə, heç sənlə qane olmursansa, doyumsuzluq daha ağır basırsa tərəzidə, balansda, onda sən də yatmağın mənasız olduğunu düşünüb, yapanların əksini olaraq daha çox yatmağa 3 saat vaxt ayırıb, bu zamanda sinirlərin bozulması ön plana çıxa bilər. Küləkdir. Fonda küləyin səsidir və artıq alışmışıq. Yaz belə keçdi, yay da belə keçir. Qlobal istiləşmə və eynilə insan təbiətə münasibəti və həmin şeyin geri dönüşü olaraq bizə qayıdan bəzi mənfi məqamlar, hansı ki artıq görməmək mümkün deyil. Bəzi şeylər görünməz olması qeyri-mümkündür. Bəzi adamlar da artıq görünməzliyə üsyan edib bir şəkildə mən varam demənin yolunu hər hansı bir formulda artıq bir adım atırlar. Görünməzliyin bezdirici səbəblərindən biri də artıq mən axır vaxtlar ancaq dediyim söz dik-dik danışmaqla bağlı olur və hansı frekansda olursansa o şeyləri də görməyə başlayırsan və o şeylər təkrar-təkrar sənə qayıdır. Ona uyğun olaraq da mənfiləri görməmək, müsbətləri axtarmaq, tapanda sarılmaq və daha çox cəlb eləməyə çalışmaq, başqa çarə yolu bilmirəm.